İngilis dilindən kompleksi sentensə aid bir buraxılış sualının izahını verək. Deməli, cümlə tamamlamaqdır kompleksi sentens. I want to know. I want to know-dan sonra mübtəda I want to know. Want to know-dan sonra mübtəda, daha sonra xəbər gəlməlidir. Daha sonra variantlara baxaq. Bir qaydalar var ki, when, what time, plus, have, has, plus possible to ola bilməz. Deməli, ona görə də variantları silək. Deməli, what time-dan sonra have verib 2 səhvdir. Daha sonra isə will Z-dən əvvəl gəlib. Biz dedik ki, mübtəda xəbər olmalıdır. Ona görə 3 də səhvdir. 5-də want to know-dan sonra Z gəlmir. Bu bir qızılı qaydadır. Want to know-dan sonra biraz Z gələ bilməz. İmtahanlarda ən çox istifadə olunan qaydadır bu. 5-də 7 doğru cavab 1, 4 cavab D variantı.